İndi isə gedirəm Kolumbiyanın ən təhlükəli yerinə, favelaya. Yəni ki, bilirsiniz, orada nələr baş veriblər. Mənə uğurlar arzu edin. Sağ olun uşaqlar, hamınızı sevirəm. Xanımdan soruşuram ki, oraya nəyə görə təhlükəlidir? Mənə belə yazışır. Nəysə, burada işləyən xanım mənə dedi ki, ora getmək məsləhətli bir şey deyil, çünki hər şey baş verə bilər. Telefonumu oğurlaya bilərlər, əlimdəki pulları da oğurlaya bilərlər. Yəni, insanlar fərqlidir də, hər şey ola bilər. Ona görə dedi ki, getməsən yaxşıdır. Kolumbiya inanılmaz dərəcədə koloritli, həyat, musiqi və ziddiyyətlərlə dolu bir ölkə olsa da, onun kölgə tərəfi də var. Söhbət yerli sakinlərin yarımçıq səslə və böyük ehtiyatla danışdığı məkanlardır. Qorxa-qorxa gəldiyimiz filmlərə hələ də ürəyim titrəyir. Bu məkanlar təhlükəli hesab olunur, çünki burada öz qaydaları hökm sürür. Yoxsulluq, uzun illər davam edən münaqişələr və nəzarətin zəif olması bu əraziləri qapalı bir dünyaya çevirib. Sanki ayrı bir dünyadır. Ora səbəbsiz və hara getdiyini bilmədən daxil olmaq asandır, amma çıxmaq çətin ola bilər. Yerli insanlar bilir, bura sadəcə maraq üçün gəlinən yer deyil. Ətrafa baxanda insanın ağlına elə gəlir ki, bu mənzərə Kolumbiya filminin səhnələrini xatırladır. Gərgin, dramatik və eyni zamanda çox real. Bu arada mənimlə heç nə baş vermədi. Pislik sanki məni yan keçdi. Ola bilsin turistlərə toxunurlar. Bəlkə də sadəcə bəxtim gətirdi.